Hayatım bu dakika her bir şeyini yıkacağım. Benimle rad zarafat ile. Oy bana güler, oy beni bana koyar. Fuck Liza! Oh, you bastard. Oh, shit! Ah, where'd it go? There you go, Izzy. You're good. Hanımlara bir sualım var, kısa keseceğim. Hərbiçi desə məndən qaçarsınız. Bizimlə bəhsə girmişəm. Sualı vermək istəyirəm. İşte karşınızda tabletle oynamayan son çocuklar. Oğlum bu ne? Aramızda para toplayıp bu çocuğa tablet alalım arkadaşlar. Tablette oynasa daha güvende olur sanki. Gerçek mi bu? Oğlum ne yapıyor? Halana bu akşam aş edesin. İtalya İspanya malıdır. Yani İtalya'dan İspanya'dan al. Dikilişi Türkçe. Hemen malların da bir kısmı yani distribütör kimi Azerbaycan'da Luj firmasını temsilcisiyim. Yani distribütörü, Türkiye'nin Luj firmasının distribütörü, yani hemen magazinin yer. Mən sənə demişdim axı, sevinç, bir uşağımız olsun. Ne olur, bir dənə uşağımız olsun. Qız olsa adını otelə qoyacağım. Başa düşdüm mən, bir sevinç, qurban sənə, canın yaram. Bax, indi şəhərdəsən, mənsizsin. Bax, çox qısqanıram, həqiqətən qısqanıram. İnanırsan ha, bu saat mümkünüm olsa buraya gəlib səni taparam. Hardasınsa, sənə həqiqətən çox bağlanmışam. Qucaqlayaram səni, çox həqiqət istəyirəm səni. Sevinç, ağıllı ol. Uşaqlar qorx. Eyüp çıxartdan rahat danışım da. Oğlum size koyma onu başın sürşet gelir değer benim malımdan. O gelir beri ayağım. Adam uzanıp koyma başın sürşet gelir benim malıma değer. Buraya kaydıyorum. Kes. Arvad dur deyən kimi yazıq kişilər eyni anda qoşa durdular ayağa. Sen al sen kes. Davay. Tutun buradan. Qorxudan çayın rəngi qaçır. Sen tut. Biz de elinden tutar. Qətiyyən məcburiyyət yoxdur. Əziz sinif yoldaşlarım. Ne yaxşı ki varsınız. Deyir əziz sinif yoldaşlarım, nə yaxşı ki varsınız. Yazıqlar qorxusundan yoxdular. Dayan görün. Ortadakı dayım sarılıq keçirdi. Qapıya baxırlar qaçmağa. El hamısını koy ağzına. Elə hamısını qoy ağzına. Ay sağ ol. Ortadakı dayı ağlamaq istəyir, zar-zor dayanıb. Sen al ağzına. Hüseynin ağzına da ağzını açmaya. Qorxudan mən də ağzımı açdım. 100 yaşayın. Kahvesi götürüp bunları. Ham olsun. Azerbaycan, Azerbaycan. Ey qəhrəman evladım, şanlı vətəni. Səndən ötürü can verməyə cümlə qadiriz. Buna bak, Kəlbeyser kimi şeydir. O dördünü beşini bir dəfəyə yığa. Ama dersen kimse madin. Ama ben de bugün değirik. Görün kim ele gelir? Ha. İğne vuranlar o bezmişsiniz. Yani kenardan gelsin. Siz mənlə mübarizə apara bilməzsiniz. Sözlü söhbətiniz var da çıxaq buyurub tək-bətəkə söhbət edirəm. Çünki mən sizin kimi qadın kişilərdən işləmişəm. Sənin qaldırdığın 7 yükü mən bir dəfəsə qaldırmışam. Nə deyir abi? Şərkatının mənbəyiyəm mən. İçdiyin sərin sırağın sənə göndərən də mənəm mən. Qorxuram bunun içindən də dovşan çıxar. Dovşanımızı satmışam, rahat olma, dovşan tutacağım.
Oturmuşsan daş üstə, saç töküb qaş üstə. Ramal Bey dedi şeir yaz, Günel dedi baş üstə. Bunu deyirdi. Atılmış Ramal müəllim. Yavaş mikrofon qırılar, ehtiyatlı ol. Buyur. Ramal müəllim bir şey dolub iyi. Sevinçli. Özün topla, nə rahat olma arxandayım. Nə qədər ətini yiysən də sümünü müzəyə qoyacam, nə rahat olma. Stol üstə səməni, Niyazi sevirəm səni. Əgər məni unutsan, sevdiyimi unutma. Bəxtəzi bir daha sınayım. Ne yazır? Bəxtinizi bir daha sınayın. Dağ başında bir gün. Şimdi yoktu burada. O Çıktı güneş doğdu cihan nuriyle sendiri. Çıktı güneş doğdu cihan nur. Ne demeseydi dedim. Qara Azərbaycanı var. Var. Başqağım üstünə arzucumda. Küçüğe bak ha, hərbətin. 1.78 boyum var deyir mənə. Mən səninlə necə görüşəcəm? Tox boydansan necə görüşəcəm mən səninlə? Gəlirəm indi. Sabah mənim döşlərimin 61 yaşı tamam olur. Onu mən çox incitmişəm. Mənim qalan ömrümü buna bağışlayıram. Niyə? Kimdən 100 yaşı mən döşənim. deməli əqrəb olmasın, qoç olmasın, ağbəniz olsun, saçları qara olsun. Böyle de normal. Normal olsun. Mesela siz kim? Sen kim? Kök olmasın. Kök, yekə baş, qıvrım saç belə istəmir. Bu sənin kim? Fərqli musiqi məncə dəyişmək Hə. vaxtıdır. Zaur kim olsun? Mənim kimi olsun. Kumardan kazandın. Hansı o illegal oynadın? İlkin uşaqlar, ilkin. Baxın nömrəsində deyirəm. 453. Bak lütfen kimse yıkır. Ona yıkır eminim yaşlar. Bütün kızlar bende var. Bende pul çok var. Boynumda hele toplar var. Var. Berdoku yere değdirdim. Hemen kuraştırma ilettirdim. Kız özümü kaptırdım. Aşkım çok üzür istəyirəm. Ben düştüm balkondan. Dan onsuz da çok yaxşı tüm ben vurdum manta bam top var Şahin SVX Esmeri çok severik. Yok. Bir tərslik var. Sarılara bitərik. Qaybolca bir şaxşik var. Ata həqiqətən çox mədəni. Millet gözümüz aydın. 19 noyabr. Aysu xanımın maması Rəqsanə xanım azadlıqdadır. Təşəkkür eləyirəm onun vəkilinə. Belə sənətkarı azadlıq elədi. Mən bugün bu videonu bu telefonda Rəqsanəni paylaşacağım. Ona minnətdarlığımı bildirəcəyim. Baxdım ki, kimsə mənə takib atdı. Yəni takibə qarşılıq verdim. Yazdı ki, xanımam, Vüqar, sənin danışıqları mən dinlədim. Yəni mən də ailəli olub ayrılmışam. 2 evladım var. Mən də belə bir fikirdəyəm ki, mən ailə quram. Bizim tanışlığımız belə başladı. Yəni mütəmadi olaraq danışırdıq, görüşürdük, yazışırdıq. Yəni bir müddət keçdi, xanımla görüşməli olduq. Xanım dedi ki, mənə Xırdalanda evim var, gedib yaşayarıq orada. Yəni şəxsi öz evimdir, 2 mərtəbəli, 5 otaqlı 2 mərtəbəli evim var orada. Dedim, olsun, mənə sənin evin də lazımdır. Sən, yəni, əgər həqiqətən də bu istək, yəni sevgi belə ürəkdən gəlirsə, yəni mən də razıyım. Oğlum benim telefonum nerede? Arabada kalmıştır. Lan nereye? Bir iftira da atıyor köpek.
Periş düşüp bahçamızın bülbülü saralıptı çiçeğiz olupdur. Seni ben sevirəm, dünya qədəri verərəm canımı səndən ötəri. Üzümün gülüşü sənlə yaranar, sənmiş. Faik, sevirəm səni, ölürəm sənin üçün. Sən də məni sevirsənsə, at aləmi, arvadını boşa gəl məni al. Dostlar, bugünkü konserlerimizin de son halıdır, yoldu. İndi özünüz də görürsünüz, yəni işə söhbət ola bilmir də. İndi bir də öz ürək sözlərini, bir də ürək sözlərini başına çıxanda Mən hələ belə şey görməmişim. Halal olsun. Çox sağ ol Aybin. Həm də çox pozitiv oğlandı. Çox. Öyle dili ilə təmiz elədi hər bir işi. Çox sağ olun, çox sağ olun. Sen şallasa, güllən sənin xəzinə. Os. Rəşad haqqı verilməyən sözümə yazığım gəlir. Qaşım əyilibdir, nə bilim, gözümə yazığım gəlir. Güzgüdə hərdən baxıram, özümə yazığım gəlir. Mən bu əsrin alimiyəm, çoban bilirlər məni.